maalesef dövrümüzdə tez-tez səhv başa düşülür. Müxtəlif fikirlərimiz var bəzən kilsə ilə bağlı və yaxud da ki, kiçildilən mövzulardan biridir. İstəyirəm ki, bugün bizlər tam olaraq dərk edək ki, Allahın cəmiyyəti nədən ibarətdir və bizim rolumuz kilsədə nədir. Zəhmət olmasa Matta 16-cı fəsil 18-ci ayəni açın. İsa Məsih burada deyir ki, mən cəmiyyətimi bu qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. İsa Məsih bunu dedikdə hər hansı bir bina və yaxud da bazar günü ibadəti, yaxud da dini təşkilat təsvir eləmirdi. O bir xalqı, yəni satın alınmış bir ailəni, canlı bir bədəni, müqəddəs ruh vasitəsilə Allahın məskəninin yaradıldığını elan edirdi. İsa Məsihin burada istifadə etdiyi söz və yaxud da ümumiyyətlə cəmiyyət sözü istifadə ediləndə Yunanca bu sözün mənası ekleziyadır. Belə bir sözdən istifadə olunur. Hansısa ki, tam hərfi tərcüməsi çağırılmış olanlar, insanlar toplusu deməkdir. Və biz bu aya baxanda bu aya, yəni bu tək bir cümlə bizlər 3 həqiqəti müəyyən eləyir. Hansı ki, biz bütün imanlılar bu 3 həqiqəti dərindən bilməliyik. Birincisi, kilsə Məsihə məxsusdur. Kilsə yalnızca Məsihə məxsusdur. Bir çox pastorlar həyatlarını elə yaşayırlar, elə davranırlar ki, sanki kilsənin sahibləri onlardır. Amma bizlər kilsənin pastorları sadəcə xüsusi bir dönəm üçün Allah tərəfindən seçilmiş insanlarıq. Hansı ki, kilsəyə rəhbərlik edəcəyik. Kilsəni, necə deyim, bir növ sürünü otaracaq, hansı ki, biz bu ayələri oxuyacaq yenə. İstəyir bir pastor bütün vaxtını, bütün zamanını, bütün pulunu kilsə üçün qoysun, yenə də bütün izzət, şöhrət əbədi olaraq Məsihindir. Birincisi həqiqət bunlar ibarətdir. İkincisi, kilsə Məsih tərəfindən müəyyən olur. Bizim kilsə ilə bağlı müxtəlif fikirlərimiz ola bilər, amma kilsəyə məna verən, kilsənin səbəbkarı elə Məsihin özüdür. Hansı ki, bunun haqqında daha çox danışacağıq. Üçüncüsü, kilsə Məsihin məqsədləri üçün mövcuddur. Kilsə insanlar üçün mövcud deyil, əzizlərim. Kilsə pastor üçün, pastorun məmnuniyyəti üçün mövcud deyil. Kilsə Məsihin məqsədləri üçün mövcuddur. Kilsə mədəniyyət, seçim və ya rahatlıqla formalaşmır, amma Allahın əbədi planı ilə formalaşır. Və biz müqəddəs yazarın əvvəlindən sonuna qədər baxanda biz görürük Allahın planı heç vaxt sadəcə insanları xilas edib öz yollarına buraxmaq olmayıb. Allahın məqsədi sadəcə insanları xilas etdim, onlar öz yollarına geçsinlər olmayıb. Onun planı həmişə yaradılışdan bu günə qədər özünə və bir-birinə məxsus olan bir xalq formalaşdırmaq olub. Kilsənin mənası da bunlar ibarətdir ki, bizlər Allaha və bir-birimizə məxsus olan bir xalq olaq. Necə deyim, ürəyimizə dərindən hoppasına icazə vermə olduğumuz bir həqiqət var. Hansı ki, bu ondan ibarətdir ki, bizlər tək yaşamaq üçün yaradılmamışıq. Bizlər müstəqil olmaq üçün yaradılmamışıq. Amma bizlər Allahın ailəsi üçün seçilmişik. Allahın ailəsi üçün formalaşdırılmışıq. Xilas yalnızca günahların bağışlanması demək deyil, amma bu aid olmaq deməkdir. Allahın evinə, övladığa götürülmək, Məsihin bədəninin bir parçası olmaq və həyatımızı, sevgimizi, inkişafımızı, xidmətimizi, hər şeyimizi formalaşdıran əbədi ailəyə qoşulmaq deməkdir. Təkrarlamaq istəyirəm, əbədi ailə. Yəni, bugün biz mən kilsəyə gedirəm sualını vermirik, bunun haqqında danışmayacaq. Əmin edirəm ki, hər birimiz artıq bunun haqqında cavabı müqəddəs kitabda almış olmalıyıq. Bugün biz danışacağıq ki, kilsə nə deməkdir və kilsənin içində mənim rolum nədir? Birinci, kilsə nədir? Kilsə Allahın dizaynıdır, yəni bizim fikrimiz deyil. Kilsə Allahın ailəsidir. Paul Efeslər 2-ci fəsil 19-cu ayda bunun haqqında yazır. Kim aça bilər? Deməli, artıq yad və qərib deyilsiniz. Siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Baxın əzizlərim, görürsünüz ki, burada kilsəni bir izdiham, bir-birini tanımayan insanlar toplusu olaraq təsvir eləmir. Müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz qeyd olunub. Yəni, bu ailə ilə hər şey dəyişir əslində. Bizlər ailəmizi zövqümüzə görə seçmirik. Biz demirik ki, mən bunu çox istədim, bu mənim ailəmdir, amma bu adamına görə xoşum gəldi, mən istəmirəm onu yaxınçılıq eləyim. Kilsə tamamilə buna uyğun deyil. Bizlər çətinləşəndə ailəmizi tərk eləmirik. Bizlər ailəni sadəcə istehlak eləmirik, amma ona qatqı veririk. Allah yəni bizləri, sizləri sadəcə şəxsi, ruhani bir təcrübə yaşayaq da xilas eləmədi. Amma o bizi öz evinin bir hissəsi olmaq üçün xilas elədi. İstəyirəm bunu dərindən başa düşək. Bizləri xilas eləmədi ki, bizlər xoş hisslər yaşayaq, amma bizi xilas etdi ki, onun evinin bir hissəsi olaq, bir parçası olaq.
Və bu gördüyünüz bu ailə əzləri müvəqqəti deyil. Karyeralar gəlib gedəndir, karyera bitəndir. Millətlər dağılır. Mədəniyyətlər dəyişir, amma Allahın ailəsi əbədi olaraq qalır. Öz ailəmiz belə, bioloji ailəmiz belə əbədi olaraq qalmayacaq. Amma müqəddəs kitab bizə öyrədir ki, Allahın ailəsi əbədi olaraq qalacaq. Bizlər bir-birimizlə əbədiyyətdə birlikdə olacağıq. Əgər kimsə deyirsə ki, mən Allahı sevirəm, amma kilsəyə ehtiyacım yoxdur. Çünki biz eşitmişik, əminəm ki, bir çox imanlı var və yaxud da bir çox xidmətçi var. Belə bir fikir gətirirlər ki, bizim kilsəyə ehtiyacımız yoxdur. Müqəddəs kitab tamamilə bu fikri rədd edir. Əgər kimsə belə deyirsə ki, mən Allahı sevirəm, amma kilsəyə ehtiyacım yoxdur, mən tövsiyə edirəm ki, müqəddəs kitabı yenidən oxusunlar. Daha yaxşı oxusunlar. Çünki Allah xilas planını bu şəkildə dizayn eləməyib. Həmin bu ayrı dili bizim kilsənin nə olduğunu, kilsənin mənasını başa düşməyimizə kömək eləyir. Bizlər istehlakçılar deyilik. Ümid edirəm ki, bu söz sizə aydındır əzlərim. Bizlər qardaş və bacılarıq. Bizlər müştərilər deyilik və kilsəyə hər hansı bir mağaza kimi davranmamalıyıq. Bizlər Allahın övladlarıyıq. Bizlər sadəcə tamaşaçılar deyilik. Bizlərin işi sadəcə bazar günü gəldim, dinlədim və çıxdım, getdim olmamalıdır. Amma bizlər seçilmiş olanlarıq. Bizlər həss olunmanı rahatlıqdan üstün tutmalıyıq. Bizim məqsədimiz birinci Allaha, sonra bir-birimizi həss olunmaq olmalıdır. Bizlər səbr etməyi üstün tutmalıyıq və kilsədə məsuliyyət daşımalıyıq. Məhz buna görə müqəddəs yazılar heç vaxt kilsədə iştiraki seçim kimi təqdim eləmir. Müqəddəs yazılar bizə demir ki, kilsəyə getsəniz, kilsənin bir parçası olsanız yaxşıdır. Bu bir seçim deyil, əzlərim. Məhsiyə aid olmaq, onun xalqına aid olmaq deməkdir. İkincisi odur ki, kilsə Məsihin bədənidir. 1-ci Korinfilər 12-ci fəsildə Paul Əhd-i-Cədidəki ən güclü təsvirlərdən birini istifadə edir. Kilsə Məsihin bədənidir və bədən müstəqil hissələrin toplusu deyil. O hər hissəsi bir-birinə bağlı, asılı və zaruri olan canlı bir orqanizmdir. Bu o deməkdir ki, heç bir imanlı əzlərim, burada oturan heç bir şəxs əhəmiyyətsiz deyil. Heç bir imanlı artıq deyil. Heç bir imanlı tək başına fəaliyyət göstərmək üçün yaradılmayıb ki, göstər də bilməz. Bədənin bir hissəsi ayrıldıqda daha da azad olmur, əksinə daha da zəifləyir. Və ayrılıq davam eləsə, ruhani olaraq ölür. Heç bədənin bir hissəsinin bədəndən ayrı fəaliyyət elədiyini görmüsünüz? Qol qopsa, bədəndən ayrı şəkildə qalsa, heç fəaliyyət göstərər? Elə ona görə məhz bədən sözünü istifadə olunur ki, kilsə Məsihin bədənidir. Bizlər bir-birimizə bağlı olmaq üçün yaradılmışıq. Bədən üzvi şəkildə bir-birinə bağlıdır. Qarşılıqlı asılılıq var. Funksiyon olaraq müxtəlifdir. Müqəddəs kitab bizə öyrədir ki, bizlərin hər birinin fərqli ənamları var, fərqli funksiyaları var. Amma məqsəd vahiddir, məqsəd yalnızca eynidir. Yəni, hər bir imanlı bura təsadüfən əlavə olmayıb. Heç kəs təsadüfən xilas olunmur. Amma Allah tərəfindən seçilir. İman Allahın bizlərə verdiyi hədiyyədir. Və bizlər kilsədəki öz yerimizi, necə deyim, mağazada məhsul tapdığımız kimi tapmırıq. Bizlər öz yerimizi sadiq şəkildə iştirak vasitəsilə kəşf edirik. Allah imanları müstəqilliklə deyil, çətinlik, fərqlilik və ortaq itaət vasitəsilə yetkinləşdirir. Bəzi elə imanlar olur ki, həyatlarımızda bizdəki nə qədər çətin adamdır, amma Allah elə bunun da olmasını istəyir əslində. Çünki həmin çətin adamlar vasitəsilə bizim imanımız yetkin olur. Biz imanların aydın şəkildə eşitməli olduğu ciddi bir həqiqət var. Məsihin bizi yerləşdirdiyi bədəndən kənarda öz məqsədimizi kəşf edə bilmərik. Bizlər həyatdakı məqsədimizi onun bədəni olmadan kəşf edə bilmərik. Allah bizi münasibətlər vasitəsilə formalaşdırır. Birinci özü ilə, sonra bir-birimiz olan münasibətlər vasitəsilə. O bizi cəmiyyəti vasitəsilə yetkinləşdirir. O bizdən ortaq həyat, yəni birlikdə paylaşdığımız həyat və ortaq missiya vasitəsilə istifadə edir bizlərdən. Üçüncüsü odur ki, kilsə Allahın məskənidir. Efeslər 2-ci fəsil 22-ci ayə deyir ki, siz də ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz. Allah binalarda məskunlaşmır, əzlərim. Yəni Allahın məskun salması üçün, məskunlaşması üçün böyük üstündə xaç olan binaya ehtiyac yoxdur. Amma o Məsihdə birləşmiş insanlar arasında məskunlaşır.
Bu isə deməkdir ki, bizim bir-birimizə necə davrandığımız nə qədər də vacibdir. Həmişə Amosdan bir nümunə gətirirəm, bunun haqqında danışanda. Çox maraqlıdır ki, həmin İsrail dövründə əhdətlikdə xalq bir-birinə qarşı yaxşı rəftar eləmirdi. Bir-birinə nifrət edirdi, bir-birinə paxıllıq göstərirdi, bir-birinin evinə təmas salırdı və çox maraqlıdır ki, Allah maraqlı bir təsvirdə istifadə edir. Deyir ki, mən nərildəyən aslan kimi yerindən çıxıb onlar üçün gəlirəm. Necə də maraqlıdır, hə? Allah deyir ki, mən nərildəyən aslan kimi onlar üçün gəlirəm. Kimlər üçün? Bir-birinin evinə təmas salan imanlılar üçün. Necə maraqlıdır, hə? Allah nə qədər də bizim birimizə olan ünsiyyətimizə önəm göstərir. Çünki onun varlığı bizim aramıza məskən salır. O bizim aramıza məskən salır. John Piper deyir ki, biz müqəddəsliyi tək başına izləmək üçün yaradılmamışıq. Allah müəyyən edib ki, biz iman mübarizəsində bir-birimizə kömək eləyək. Həmin bu bölünmə, aramızda yaşadığımız bu bölünmələr müqəddəs ruhu kədərləndirir. Sevgi isə Allahın varlığını bizim aramızda əks etdirir. Kilsə isə sevdikdə, yəni Məsihin istədiyi şəkildə sevdikdə, dünya Allahın xarakterinin canlı bir nümunəsini görür. Çünki biz bilirik ki, Allah məhəbbətdir. Bugün insanların düşüncə tərzini məncə formalaşdıran ən güclü qüvvələrdən biri bu istehlak mədəniyyəti də biraz izah edəcəmə deməkdir. Biz demək olar ki, şuuraltı olaraq, şuuraltı şəkildə hər şey bu solla yaxınlaşmağa öyrənmişik. Mən bundan nə əldə edirəm? Bu mənə nə qazanc əldə edir? Bu düşüncə tərzi sadəcə ticarət mərkəzlərində, nə bilim, sosial şəbəkələrdə, şəxsi münasibətlərimizə qalmır, amma asanlıqla kilsə anlayışımıza da daxil olur. Bir çox insan fərqində olmadan kilsəyə istehlakçı kimi yanaşır əslində. Qiymətləndirir, müqayisə edir, seçir, gözləntiləri ödənmədikcə uzaqlaşır. Amma əhdi cədid istehlakçı məsihçiliğini tanımır, qəbul eləmir. Müqəddəs yazılar kilsəni istehlak ediləcək bir xidmət kimi tanımır, qəbul eləmir, amma aid olunacaq bir bədən, üzvü olunacaq bir ailə və paylaşacaq bir missiya kimi təqdim eləyir. Və aid olmaq şəxsi bir seçim deyil. Bizə deyə bilər ki, mən imanlıyam, amma özümü Allahın kilsəsinə aid eləmirəm. Bu Bibliya reallığıdır. Paul Romalılar 12-ci fəsil 5-ci ayda belə deyir. Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. Bir-birimizə bağlı üzvlərik deyəndə bu ifadə emosional bir ifadə deyil. Bu bizim hisslərimizdən asılı deyil. Bizim xoşumuza gəlsə də, gəlməsə də bu Allahın yaratdığı reallıqdır. Yəni kilsəyə aid olmaq ilk növbədə bir hiss deyil. Amma Allah tərəfindən bizlərə verilmiş və yaradılmış reallıqdır. Məhz buna görə müqəddəs yazılar imanlılara adiyyəti yaratmağı öyrətmir və yaxud demir, amma deyir ki, onlara Məsihdə, bizlərə Məsihdə artıq mövcud olan adiyyəti yaşayaq. Bu tövsiyə olunur bizlərə. Və bizim başa düşməli olduğumuz bir ardıcıllıq var, hansı ki, bu odur ki, biz davranmamışdan əvvəl, yəni nəsə etməmişdən əvvəl artıq aid olunuruq. Kilsəyə qatqı verməmişdən əvvəl kilsənin bir parçası oluruq. Bu ardıcılığı biz tərsinə çevirsək, məsihçilik əslində performansa, nəsə göstərməyə əsaslanır. İnsanlar qəbul olunmazdan əvvəl gərək özlərini sübut etməli olduqlarını hiss eləsinlər. Amma Bibliya isə adiyyatı belə öyrədir. Bizlər kamilləşmədən əvvəl qəbul edilirik. Bizlər faydalı olmadan əvvəl sevilirik. Bizlər funksional olmadan əvvəl ailəyə məxsus edilirik. Adiyyətsiz məsihçilik, yəni bu adiyyət hissi olmadan, adiyyət olmadan məsihçilik bu nəticələrə doğurur. Münasibət dərinliyi olmadığı üçün səthi iman. İman yolunu yanımızda gedənlər olmadığı üçün zəif şagirdlik. O demək ki, bizlər Məsihin zəif şagirdləri oluruq. İman şəxsi və fərdi hala gəldiyi üçün biz artıq ayrılmış, qopmuş imanlar adlanırıq. Çünki Allah imanın təklikdə böyüməsini heç vaxt planlaşdırmayıb. Müasir məsihçilikdə belə bir ən zərərli, belə bir mif var, belə bir inanc var, ya deyim var ya, belə deyək ki, iman icmadan ayrı şəkildə inkişaf edə bilər. Amma cəmiyyətsiz iman ruhani cəhətdən təhlükəlidir əzizlərim. Müqəddəs yazılar dəfələrlə xəbərdarlıq edir ki, yəni necə deyim, bu təcrid olunmaq, izolyasiya olunmaq, digər imanlardan uzaqlaşmaq, üzə çıxarılmayan günaha aparır, çünki bizdə də həqiqəti deyən başqa biri yoxdur. Təhrif olunmuş teologiya aparır. O deməkdir ki, bizlər Allah haqqında səhv fikirlərə sahib ola bilərik, çünki bizim imanımız yoxlanılmır. Bizim başımızda bir rəhbər, yəni bir pastor, bir xidmətçi, lider olmur ki, bizlərə sadiq şəkildə Allahın kəlamını öyrətsin. Emosional tükənmə aparır, çünki bütün yüklər tək başına daşınır.
Amma müqəddəs kəlam bizlərə daima çağırır ki, bizlər birimizin yüklərini daşıyaq. Və bunların nəticəsində hamısı ruhani yıxılmada öz əksini tapır. Dietrich Bonhoeffer adlı pastor var, 1940-cı illərdə tanınmış Almaniyalı bir pastordur. O birlikdə Həyat adlı kitabında belə bir sözdən istifadə edir. Digər xristianların fiziki varlığı imanlı üçün müqayisə olunmaz sevinc və güc mənbəyidir. Necə maraqlı yazıb, hə? İstəyirəm təkrar eləyim. Digər xristianların, məsihçilərin fiziki varlığı imanlı üçün müqayisə olunmaz sevinc və güc mənbəyidir. Həvarilərin işləri 2:42-də belə yazıb, hansı ki pastorumuz bu haqqında danışdı. Onlar da özlərinin həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duayı həsr etdilər. Necə maraqlıdır, hə? Deməli, bizlər özlərimizi həvarilərin təliminə həsr eləməliyik. Yəni, müqəddəs kəlama, bizlər hər şeydə şərik olmalıyıq. Sevincdə və kədərdə birlikdə şərik olmalıyıq. Bir-birimizin yüklərini daşımalıyıq. Bir-birimizi ruhani olaraq ruhlandırmalıyıq. Bizlər bir-birimizin imanından məsuliyyətliyik. Cavabdeh deyilik, çünki hər kəs öz imanına öz cavabdehdir, amma bizlər bir-birimizin məsuliyyətini daşıyırıq. Bizlər birgə çörək bölməyə və dua etməyə birlikdə həsr olunmuşuq. Və burada həsr olunmaq sözü əsasdır, çünki zaman, öncəlik və davamlılıq tələb olunur. Yəni, bu dərin münasibətə sahib olan cəmiyyət təsadüfən yaranmır. Sadəcə bazar günü eyni ibadətə, eyni kilsəyə gəlməklə baş vermir. Amma bizlər bu dərin münasibətə həsr olunaraq gelirik, özümüzü həsr edirik. Və bu dərinlik daima həsr olunmanın ardınca gəlir. John Stott'un belə bir sözü var, deyir ki, üzvlük həsr olunmanı ifadə edir. Həsr olunma isə şagirdliyin təməlidir. Aidiyyat insanların qalmağı, yatırım eləməyi, yardım eləməyi, bağışlamağı və zamanla birlikdə yol getmək seçkiləri yerdə böyüyür. Əgər biz bunları etmiriksə, bizlər dərin münasibət gözləyə bilmərik, dərin icma, cəmiyyət gözləyə bilmərik. İnternetdə çox maraqlı bir bənzətmə görmüşdüm, illüstrasiya görmüşdüm. İstəyirəm bunun haqqında sizlərlə bölüşüm. Bir pastor kruz gəmisi məsihçiləri ilə döyüş gəmisi məsihçilərini müqayisə edirdi. Kruz gəmisi də bilənlər var. Bu tətil gəmisidir, yəni sərnişin gəmisidir, hansı ki çox böyükdür, inanılmaz komfortludur, içərisində min cür əyləncə var, restoranlarla doludur, yəni sərnişinin komfortu üçündür. Deməli, kruz gəmisinin düşüncəsi ondan ibarətdir ki, kruz gəmisi sərnişin rahatlığı üçündür. Hər şey məmnuniyyət və təcrübə üzərində qurulub. Kruz gəmisi məsihçiləri belə soruşurlar. Mən ruhani olaraq doyuluram, qida alıram, bu mənim xoşuma gəlir, bu mənim üçün rahatdır yoxsa yox? Amma kilsə bu mədəniyyət, yəni bu istehlakçı məmnuniyyəti üzərində qurula bilməz. Həmin bu mədəniyyətdə insanlar iştirak edirlər, amma cəlb olunmurlar. Müşahidə edirlər, tamaşaçı olurlar, amma xidmət eləmirlər. Qida alırlar, amma məsuliyyət daşımırlar. Digəri isə döyüş gəmisi reallığıdır, döyüş gəmisi məsihçiləri. Döyüş gəmisi missiya üçün mövcuddur. Döyüş gəmisində hər kəsin tapşırığı var. Hər kəs öz rahatlığından imtina edir başqasının rahatlığı üçün. Hər kəs missiyaya birlikdə qatqı verir. Buna görə Efeslər 4 deyir ki, rəhbərlər müqəddəsləri xidmət üçün təhciz edir. Yəni, bütün xidməti özləri görmürlər. Başqalarına deyirlər ki, bu işi birlikdə görək. Eyni döyüş gəmisində olduğu kimi. Kilsə bizim rahatlığımız və ya seçimlərimiz üçün deyil, Allahın məqsədləri üçün mövcuddur əzizlərim. Kilsə bizim bu xoşuma gəldi, bu xoşuma gəlmədən ibarət olmamalıdır. Amma Allahın məqsədi üçün mövcud olmalıdır. Çünki İsa bizləri rahatlığa dəvət eləmədi. Dəvət eləmədi ki, bizlər rahat olaq və xoş günlər görək. Amma bizləri şagirdliyə çağırdı, hansı ki bu şagirdliyin çox vaxt bədəli ağır olur. Elə deyil. Bizlər çox vaxt qurban veririk. Bir çox şeydən. Kruz gəmisinin məsihçisi ona xidmət olunmasını istəyir. Bazar günü ibadətə gələndə həmin məsihçi onu gözləyir ki, başqaları ona xidmət eləsin. Ona tərəf qaçsınlar, ona sevgi göstərsinlər. Amma döyüş gəmisi məsihçisi digərlərinə xidmət eləyir. Kruz gəmisi məsihçisi soruşur ki, mən ruhani olaraq qida alıram yoxsa yox. Amma döyüş gəmisi məsihçisi soruşur ki, ruhani olaraq qida almayan var, mən ona xidmət eləyim. Məsihçi olduğumuz andan bəri biz bu gerçəyi başa düşməliyik ki, hər şey bizim üçün və bizim haqqımızda deyil. Hər şey var olan Rəbb və onun izzəti üçündür. Məsihçi olmaq özümüzü bu mərkəzdən götürüb Rəbbi, onun kilsəsi, onun cəmiyyəti bu mərkəzə qoymaq deməkdir. Bizlər kilsəyə bazar günü gələndə
bu tamaşaçı kimliyindən uzaq olmalıyıq. Bizlər elə düşünməməliyik ki, insanlar gəlib mənə xidmət eləməlidir, amma biz birinci başqalarına getməliyik. Çünki Məsih bizlərə bu nümunəni qoydu. İstəyirəm Allahın ailəsinə bizim rolumuz və məsuliyyətimiz haqqında danışım. Lütf məsuliyyəti aradan qaldırmır, amma əksinə onu yaradır. Bizlər lütf vasitəsilə xilas olunduq. İndi Solomon ibarətdir ki, Rəbb məni xilas etdi, mənim üçün öz canını qurban verdi. İndi mən də onun üçün yaşamalıyam. Öz həyatımı ona həsr eləməliyəm. Üzvlük xidmət deməkdir. Kilsənin üzvü olmaq, kilsəyə xidmət eləmək deməkdir. 1-ci Petr 4-cü fəsil 10-cu ayə belə yazılıb. Hər kəs Allahın çox cəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin. Buradakı 3 həqiqətə diqqət edin. Deməli, hər bir imanlı ənamlıdır. Allah hər bir imanlıya ənam verib. Yəni, ənamı olmayan məsihçi yoxdur. İkinci həqiqət ona ibarətdir ki, hər ənam başqaları üçündür. Ruhani ənamlar özümüzü ifadə eləmək, şəxsi məmnunluq və yaxud da şəxsi istifadə üçün verilməyib. Amma Məsihin bədəninin inkişafı üçün verilib. Verilib ki, bizlər bir-birimizə xidmət eləyək. Rəbbin bizlərə verdiyi ənamlarla. Üçüncü həqiqət ondan ibarətdir ki, hər üzv idarəçidir. İdarəçi o deməkdir ki, biz sahibkarıq, yox. Amma o deməkdir ki, bizi etibar ediləni doğru və ləyaqətli şəkildə idarə edirik. Ənamlarımız bizlərə məxsus deyil, amma tamamilə Rəbbə məxsusdur və Allahın xalqının xeyrinə bizlər üçün verilib. Əmanət edilib, bu daha doğrudur. Məhz buna görə də Əhd-i Cədiddə, necə deyim, bu tamaşaçı auditoriyanın işi yoxdur. Kilsə ifaçıların, tamaşaçıların olduğu səhnə və yaxud da konsert deyil. Kilsə funksional üzvləri olan bir bədəndir. İmanlar xidmət etdikdə bədən güclənir və iman itaət vasitəsilə yetkinləşir. Birlik ruhani məsuliyyətdir. Kilsənin birliyi ruhani məsuliyyətimiz əzlərim. Seçimimiz deyil. Efeslər 4-cü fəsildə yazılıb ki, ruhun birliyini sülh bağı ilə qorumalıyıq. Yazıb ki, sülhü bizlər yaratmırıq. Sülhü yaradan var olan Allahdır. Bizlər isə onun yaratdığı sülhü qoruyuruq. Necə qoruyuruq? Təvəzzökarlıqla. Özümüzü yox, başqasını seçərək, həlim olaraq, səbir göstərərək, bir-birimizin zəifliklərinə dözərək, məhəbbətlə, şəxsi üstünlüyümüzü yox, amma Məsihin bədəninin xeyrini axtararaq. Dördüncüsü həqiqətlə. Səthi sülh naminə, yəni saxta sülh naminə dürüstlükdən imtina etməməklə. Birlik eynilik demək deyil. Bu demək deyil ki, hamımız eyni fikirdə olmalıyıq. Fikir ayrılığının olmaması demək də deyil. Bu özümüzdən üstün Məsihi və bölünmədən üstün barışığı seçmək deməkdir. Biz daima Məsihi özümüzdən üstün tutmalıyıq və bölmək əvəzinə daim barışmağı seçməliyik. Çünki bölünmüş bədən barışdıran müjdəni aydın şəkildə göstərə bilməz. Əgər bədən bölünübsə, kilsə öz içərisində bölünübsə, bizlər Məsihin barışdıran müjdəsini aydın şəkildə elan edə bilmərik. Amma birlik isə, kilsədə olan birlik isə Məsihi ucaldır. İmanlılar fərqliliklərinə baxmayaraq bir-birini sevdikdə, dünya İsa'nın həqiqi var olan Allah olduğuna dair sübutu görür. Amma istəyirəm ki, bunu sizə aydın deyim ki, birlik münaqişədən qaçmaq demək deyil. Bir çoxlarımız birlik olsun deyə münaqişələrdən qaçmağa çalışırıq. Amma birlik münaqişədən qaçmaq deyil, onu müqəddəs kəlama uyğun, təvəzzökar və məhəbbətlə həll etməklə qorunur. Biz birliyi bu şəkildə qoruya bilərik. Üçüncü odur ki, kilsədə bərpa ailə borcudur. Qalatiyalılar 6-cı fəsil 1-ci ayda yazıb ki, qardaşlar, əgər bir adam təqsir üstünə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. Məqsəd bərpadır, ifşa deyil, cəza deyil, yaxud da birini utandırmaq deyil. Məqsəd daima yolunu azmış qardaş və bacını yenidən sağlamlığa qaytarmaqdır. Və çox maraqlıdır ki, burada öyrədir ki, bizlər onu həlimlik ruhu ilə bərpa eləyək. Çünki həlimlik olmadan həqiqət qəddarlığa çevrilir. Həqiqətsiz həlimlik isə sadəcə güzəştdən ibarətdir. Bibliya uyğun bərpa hər ikisini özündə saxlayır. Çünki bizim məqsədimiz müqəddəs ömür sürməkdir. Müqəddəsliyə can atmaqdır kilsə olaraq. Kilsə insanların mühakimə və yaxud da məhkum olunduğu məhkəmə zalı deyil, amma yaralıların sağaldığı, şəfa tapdığı xəstəxanadır. Amma bu demək deyil ki, bizlər günahı görməməzlikdən gələcəyik. Bu demək ki, biz onu məhəbbət, səbir və bərpa ümidi ilə üzə çıxaracağıq.
Çünki bizlər Allahın ailəsində olanlar yaralı onları tərk eləmirik, amma birbaşa onlara doğru gedirik. Çünki Məsih bizlər üçün bu təməli artıq qoydu. Kilsə bizləri qoruyur və yıxılanın ardınca gedir. Necə ki bizlər kilsəni qoruyuruq, amma bizlərin də kilsənin parçası olması bizi qoruyur əslində. İbranilər 3-cü fəsil 13-cü ay belə deyir. Amma bu gün adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın. Allah əzəlim hər birimizin zəifliyini bilir. O bilir ki, heç birimiz sınaqlara qarşı, necə deyim, qarşı qoyulmaz deyilik və yaxud da immun deyilik. Məhz buna görə də bizi elə bir icma yerləşdirib ki, həmin icma bizi ruhlandırır, xəbərdar edir və bərpa edir. Əgər kimsə ruhani olaraq yıxılsa, günaha yıxılsa, bizlər ona sevgi demir ki, bu onun öz işidir. Qoy öz bildiyi iş eləsin, amma sevgi ilə günahını ifşa edirik. Yaqub 5-ci fəsil 19-cu və 20-ci ayələr deyir ki, azanı geri döndərmək bir canı məhvdən xilas eləyir. Allah öz cəmiyyəti üçün çobanlar verir ki, sürüyə hökmranlıq eləməsinlər, amma canlara nəzarət eləmək üçün onu qorusunlar. İstəyən biraz həqiqi ünsiyyət kilsədə necə görünür və həqiqi ünsiyyətin elementləri, əlamətləri nədir onun haqqında danışım. Efeslər 4-cü fəsil 1-ci və 2-ci ayə oxuya bilərsiniz zəhmət olmasa. Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Koloslar 3-cü fəsil çox sevəm. Koloslar 3-cü fəsil 12-ci, 15-ci ayələr belə deyir. Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbrə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin. Çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun. Müqəddəs kitab bizlərə sadəcə demir ki, ünsiyyət qurun, necə deyim, dərin ünsiyyətə sahib olun, amma həmin ünsiyyətin necə olmalı olduğunu bizlərə izah eləyir. Çünki həqiqi icma, həqiqi cəmiyyət avtomatik yaranmır. Sadəcə bazar günləri 2 saat eyni kilsəyə gəlməklə baş vermir, amma məqsədli şəkildə bəslənməlidir. Belə bir icmanı qurmaq üçün, yaratmaq üçün, belə bir ortamı necə deyim, oluşturmaq üçün Allahın lütfu və bizim itaətimiz zəruridir. Gəlin baxaq məsihçi ünsiyyətinin 5 əsas elementinə. Birincisi səmimilik, işıqda gəzmək. Bizlər dürüst ömür sürməyə çağırılmışıq. Bizlər işıqda gəzməyə çağırılmışıq. Hər bir imanlı bu şəkildə bu suala cavab verməlidir ki, mənim imanım nümayişkardır yoxsa səmimidir. Biz çoxlarımız ibadətə gələndə, necə deyim, istəyirəm ki, bunu çox insanlar incidəcək şəkildə deməyib, amma maska taxaraq gəlirik. Sanki həyatımızda hər şey yaxşıdır. Sanki hər birimiz mükəmməl şəkildə Məsihin ardıcılıyıq. Amma reallıq ondan ibarətdir ki, heç kəs belə deyil. Heç kəs mükəmməl şəkildə Məsihin ardıcı deyil. Çünki bizlər günahkar təbiətdə ömür sürürük. Bizlər davamlı yıxılırıq. Ona görə vacibdir ki, bizlər səmimi şəkildə öz günahlarımızı, çətinliklərimizi bir-birimizə etiraf eləyək. Belə ki, digər insanlar da həmin necə deyim, bu saxta ortamı görüb deməsinlər ki, oyda, hamı mükəmməl şəkildə Məsihlə ömür sürür, yəqin bir dənə problem məndədir, mən bunu bölüşə bilmərəm, utanıram. Amma bizlər işıqda gəzməliyik. Çünki işıq, dürüstlük, lütf, şəfa və bərpa gətirir. İkinci qarşılıqdır. Həyatı birlikdə daşımalıyıq. Biblia ünsiyyəti əzərin tək istiqamətli deyil. Bu ortaq paylaşdığımız həyatdır. Biz çağırılmışıq birimizin yükünü daşımağa, bir-birimizə xidmət eləməyə və bir-birimizi ruhlandırmağa. Bayaq dediyimiz kimi, biz hamımız üçün cavabdeh deyilik, hər birimiz üçün cavabdeh deyilik. Amma hamıya qarşı məsuliyyət daşıyırıq. Məsihçilik sadəcə, bu mənim də İsa arasında demək deyil. Amma biz Məsihdə birlikdəyik deməkdir. Üçüncü, mərhəmət və bağışlama. Deməli, bizi birlikdə saxlayan Allahın lütfüdür. Bizim ünsiyyətimiz lütfün məskən saldığı məkan olmalıdır. Səhvlərin üzə vurulmadığı, amma sevgi ilə ifşa olunduğu yer olmalıdır. Çünki biz bilirik ki, qeyri-kamil insanlar olaraq bizlər daima birimizi incitməyə davam edəcəyik. Bəzən bilmədən, bəzənsə dərindən. Ona görə də ünsiyyət bağışlamı tələb edir.
Mən demək istəmirəm ki, bir insan sizi 4 dəfə üst-üstə incitsə, siz bağışlayın və yenidən o adama etibar edin. Bu o demək deyil. Müqəddəs kitab bizlərə öyrədir ki, bağışlamaq zəruridir. Bizlər mütləq bir-birimizi bağışlamalıyıq. Çünki bağışlamaq keçmişi azad eləyir. Etibar isə gələcək davranışla bağlıdır. Zamanla bərpa olunur. Dördüncüsü, sevgidə həqiqət. Həqiqi icma sadəcə bu xoş ünsiyyətdən ibarət deyil, amma eyni zamanda dürüsttür. Bir çox kilsə münaqişədən qorxduğu üçün səthi qalır və bu saxta sülhü qoruyur. Amma müqəddəs kitabın bizlərə öyrətdiyi sülh gərginliyin olmaması deyil, amma həqiqət və barışığın varlığıdır. Müqəddəs kitab bizə öyrədir ki, sevgi həqiqəti danışır. Əgər bir qardaşım günah içində gəzirsə və mən bunu görürəmsə, onu bölüşmürəmsə, ifşa eləmirəmsə, sevgi əlbəttə ki, bu o deməkdir ki, məndə sevgi yoxdur. Beşincisi, davamlılıq. Birlik həyat, yəni bu birlik daim, yəni ortaq həyat tələb edir. Yəni gərək bizlər öz zamanımızı bu işə həsr eləyək. Dərin ünsiyyət, müntəzəm və məqsədli iştirak tələb eləyir. Ara sıra əlaqə ilə dərin münasibətlər qurmaq mümkün deyil. Sadəcə bir-birimizlə bazar günü əlaqə saxlasaq, bizlər dərin ünsiyyət qurmağı bacarmayacağıq. Ünsiyyət, ortaq bölüşdüyümüz zaman, ortaq paylaşdığımız hekayələr, yaşadığımız əziyyətlər ortaq həyat vasitəsilə böyüyür. Bir çox kilsədə ünsiyyət səthidir, çünki insanlar bir-biriyle vaxt keçirmirlər. Amma biz Havayların işləri 2:42-də görürük ki, onlar hər şeydə şərik olmağa çağırılmışdılar. Bizlər bugün eyni şəkildə hər şeydə şərik olmağa çağırılmışıq. Əzizlərim, Rəbb bizləri müstəqil yaşamaq üçün xilas eləməyib. O bizləri öz ailəsinin bir parçası olmağımız üçün xilas elədi. Kilsə bizim sadəcə hər bazar günü getdiyimiz bir yer deyil. Amma aid olduğumuz bir bədəndir. Ona görə bizim verdiyimiz sual, mən kilsəyə gedirəm olmamalıdır. Bizim doğru verdiyimiz sual, mən Allahın ailəsinin sadiq üzvü kimi yaşayırammı olmalıdır. Bu bir çağırışdır. Hansı ki bizlər rahatlıqdan imtina eləyib bir-birimizə həsr olunmağı seçirik. Bizlər istehlakçı, nəsə almaq mədəniyyətindən çıxırıq. Bizlər qərar verək ki, bizlər kilsəyə xidmət eləyək. Qatqı verək. Biz artıq deyirik ki, mən sadəcə tamaşaçı olmayacağam, amma kilsənin həqiqətən də sadiq bir üzvü olacağam. Necə ki, müqəddəs kitabda yazılıb, mən və evim Rəbbə xidmət eləyəcəyik. Qoy bizim həyatlarımız bunu əks etdirsin. Paul Washer deyir ki, əgər sən Məsihi sevirsənsə, onun xalqını da sevəcəksən. Məsihə sədaqəti, onun kilsəsinə sədaqətdən ayırmaq mümkün deyil. Əgər bizlər deyir ki, mən Məsihə sadiqəm, amma onun kilsəsinə həmin sədaqəti göstərmirik, bu deməkdir ki, bizlər həqiqətən də Məsihə sadiq deyilik. Mənim duam ondan ibarətdir ki, Rəbb doğrudan bizi elə bir kilsə çevirsin ki, bizlər dərindən sevək. Bizlər sədaqətlə qoruyaq və fədakarlıqla bir-birimizə xidmət eləyək. Və daim var olan Rəbbin müjdəsini yayaq. Amin.